Bu zonalar bu qaydada olur. Deməli, arxa sağda birinci zona, arxa mərkəzdə 6-cı zona, arxa solda 5-ci zona, ön solda 4-cü zona, ön mərkəzdə 3-cü zona və ön sağda 2-ci zona. Vaxtı ikən MİQ imtahan sualı sadə olur, məsələn, servis neçə saniyə başlanılır falan. Bir dənə də sual var idi ki, bunu deyim, onu səsləndirim. Ümumiyyətlə, voleybolda servisi həmişə birinci zonanın oyuncusu başlayacaq. Kim heç vaxt servis başlamayacaq, cavab Liverpool. Və servis hakimin fitindən sonra maksimum 8 saniyə ərzində oyuna daxil edilməlidir. 8 saniyə ərzində. Və servisi başlayan arxa xəttin istənilən yerindən gəlib başlaya bilər. Amma bu da bir balaca xətt görürsünüz. Baxın, görürsünüz bu xətt. Bu xəttin, yəni yan xəttin hüdudlarından o eni 9 metr deyil. 9 metrdən kənara çıxan, sən bax, gəl buradan başla. Xətt olur. Gəl buradan başla. Gəl buradan başla, amma bu xəttin qırağından çıxıb başlama. Və, bəli, zərbə vurarkən ayağın xəttə toxuna bilməz. Top əldən çıxan, tullanandan sonra o başqa məsələ. Amma xəttin üstündəyəm, servis başlaya bilməz. Sual var. Neçə saniyə başlayır? 8. Hansı oyuncu başlayır? Birinci. Deməli, həmişə birinci zonanın oyuncusu başlayır. Servis havaya atıldıqdan sonra, yəni əldən çıxdıqdan sonra, havaya atıldıqdan sonra təkər və ya qolun bir hissəsi ilə vurulmalı. Aydındır. Təkər və ya qolun bir hissəsi. İndi desəm ki, servis havaya atıldıqda, əldən buraxıldıqdan sonra 2 əllə vurula bilər. Təkər və ya qolun bir hissəsi. Və servisin havaya atılmasına və əldən buraxılmasına, üzü əldən buraxılırsa bir dəfə icazə edir. Tuta bilmərsin. Yəni bizdə var, məsələn, şagirdlərdə bir dənə klub atmışam, orada götürür topu, bir-birlərini güldürürlər də, servis başlanır, dərsin, ciddiyyəti bozulur. Götür belə, gülürsün, götürən verin dəqiqlər, deyirlər mənim niyə? Yəni, havaya atılmasına, əldən buraxılmasına bir dəfə icazə edir. İndi gəlirik. Servis həmişə dedik birinci onun üçün yönetir və servisdən gələn topa blok qurula bilməz. Hələ oyuna başlayır, qurula bilməz. Bəli, blok qurula bilməz. Yəni, rəqib komanda blok qura bilməz. Servis xətaları. 1. Top servis icra olunduqdan sonra top servisi icra edən oyuncularından birinə dəyərsin. Yəni, bu oyuncu servisi qalxdı. Zərbə vurdu, gəldi, deyildi öz oyuncusu. Nə oldu? Səhv oldu. Səhv oldu, xətadır da. Yəni, torun oyuncular keçidəməli. Yəni, növbəti xətadır. Bir top torun rəqibə aid olan meydançasına keçməzsə. Nədir? Yəni, bu topu nə etmək lazımdır? Torun o üzünə 3. Məsələn, orada yazılmayıb, mən deyim. Top meydançadan kənara gedərsə nədir? Xəta. Yəni, tutaq ki, bu oyuncu qalxır, eni 9 metr, uzunluğu 9 metr olan bir meydançaya zərbəni vura bilmir, qırağa vurur. Məli, bu nədir? Xal gedir. Bütün xətalar oldu da, rəqibə bir xal oyuna başlamadı. Vəssalam. Demək olar ki. Aha, bu da belə. Və top bir pərdələmənin üzərindən keçərsin. Bax, belə deyim, biz evimizə pərdə niyə asırıq? Görsənməsin də, düzdür. Bu oyuncular gəlirlər, boyları da hündür. O vaxt. O vaxt belə bir şey yoxdur. Gəlirlər, deyirlər belə torun yanında. Rəqibin görüntüsünü kəsirdilər. Yığışdırılır. İndi yığışdırılır.